Əgər evdə olan xanımlar fikirləşsələr ki, bu kişilər gedib səhərdən axşama kimi evə biraz tikə çörəyi gətirmək üçün nə qədər əziyyət çəkirlər, onun təşəkkürünü eləsələr, ev Gülüstana dönər. Evdə olan kişi gətirib hazır qoyandan sonra bilsə ki, qadın əziyyət çəkib, zəhmət çəkib, sənin zəhmətimin bəhrəsi olaraq bunu hazırlayıb, gətirib qoyub süfrəyə, o əziyyəti mənim təmizliyimi eləyib, mənim paltarımı ütülüyüb, mənim paltarımı yuyub, bunun təşəkkürünü biz bir-birimizə qarşılıqlı eləsək, qardaş, biz başqa aləmdə yaşayarıq. Amma bizim bir-birimizə təşəkkür eləmək üçün hazırın nazırıyıq biz. Elə bir belə də olmalıdır. Çörəyi yiyirik, atırıq. Elə bir qardaş, sən gedmirsən, oturmuşsan çayxanada, bu yazıq xanım mətbəxdə istinin içində bu yeməyi hazırlayıb da. Bir də çox sağ ol denən, o bir söz var, bizim bir ustadımız vardı, əxlaq ustadı. Deyir ki, ay kişi, heç olmasa belə üzdə bir-birinizə can deyin də, can deməklə canından olmazsan. Hə? Can deməklə candan olmazsan. Amma bir söz məhəbbətin toxumunu, səmimiyyətin toxumunu nə eləyər? Əkəcək və ailədə səmimiyyət olacaq.